Bugünkü proqramımız Azərbaycanın silahlanmasına həsr olunub. Azərbaycan ötən dövrlərdə, xüsusilə son 2-3 il ərzində xarici ölkələrdən ümumi həcmi 2-3 milyard dollardan artıq silah-sursat alıb və xüsusilə də biz qeyd etməliyik ki, yəni ötən il ərzində Azərbaycanın İsraildən 1,6 milyard dollarlıq silah-sursat almasına dair məlumatlar açıqlanmışdı və bu məlumatlar çox ciddi müzakirələrə səbəb olmuşdu. Aydındır ki, Azərbaycanın silahlanmasının bir sıra səbəbləri mövcuddur. Əgər biz araşdırmaları aparsaq və ortaya çıxan bir sıra məqamları dəyərləndirsək, Azərbaycan ümumiyyətlə hərbi xərclərini bir sıra səbəblərə görə artırır. Birincisi, Azərbaycan ərazilərinin 20%-ə yaxını işğal altındadır və Ermənistan Respublikası artıq 20 ilə yaxın bir müddətdir ki, bu əraziləri işğal altında saxlayır və Azərbaycan bu problemin hərbi əməliyyatlar yolu ilə həll olunacağı perspektivini heç bir zaman istisna etməyib, hər zaman silahlı qüvvələrin hazırlığının hədəfində məhz işğal altında olan torpaların qaytarılması perspektivi durur. İkinci bir məqam, biz bilirik, regionda ciddi mürəkkəb hərbi siyasi vəziyyət formalaşmaqdadır. Azərbaycanın hər bir tərəfdən, müxtəlif qonşulardan, istərsə də biz qeyd etdiyimiz Ermənistan tərəfdən, Rusiya tərəfdən biz Şimali Qafqazda vəziyyətin daim gərgin olduğunu biz nəzərə alırıq. Eyni zamanda Xəzər dənizində bildiyimiz kimi dənizin hüquqi statusu hələ də nizamlanmayıb və Xəzərdə Xəzəryanı ölkələr öz hərbi dəniz qüvvələrini gücləndirməkdə davam edirlər və araşdırmalar göstərir ki, Xəzərdə hərbi toqquşmalar ehtimalı həmişə qalır. Yəni bu ciddi görünməsə də, amma ümumilikdə proqnozlaşdırma istiqamətində həmişə bu ehtimallar ortada olur. İranla bağlı vəziyyət hamıya aydındır. İranın nüvə proqramı ətrafında gərginləşmiş vəziyyətdə Azərbaycanın son aylardakı mövqeyini biz müşahidə edirik. Yəni İran-Azərbaycan arasında yaranmış gərginlikləri biz müşahidə edirik. Rusiyanın Gürcistan ərazilərini işğalda saxlaması ilə daim Rusiya-Gürcistan münaqişəsinin yenidən alovlanması ehtimalı ortadadır və bu baxımdan Gürcistan tərəfdən də Azərbaycana qarşı ümumiyyətlə təxribat xarakterli hərəkətlər gözlənə bilər. Məhz Rusiya-Gürcistan konfrontasiyası nəzərə alınmaqla. O baxımdan Azərbaycan məcburdur ki, həm silahlı qüvvələrini, həm dövlət sərhəd xidməti, həm daxili qoşunlarını gücləndirsin və bu istiqamətdə müasir modern silahlar və s. alır. Digər bir istiqamət Azərbaycan silahlı qüvvələrinin islahatlar prosesidir. Əgər biz nəzərə alsaq ki, Azərbaycan silahlı qüvvələrinin arsenalında olan silah və hərbi texnika ümumilikdə Sovet dövründən qalmadır və əsasən Sovet standartlarına uyğundur və biz bilirik ki, Azərbaycan 1994-cü ildən bu yana sülhnaməyə tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir və bu proqram çərçivəsində razılaşdırılmış çox saylı proqramlar, sənədlər Azərbaycan silahlı qüvvələrində ciddi, davamlı islahatların aparılması zərurətini yaradır. Xüsusilə də 2005-ci ilin may ayında Azərbaycanla NATO arasında razılaşdırılmış fərdi tərəfdaşlıq üzrə əməliyyat planı çərçivəsində də Azərbaycan silahlı qüvvələrində bir sıra islahatlar həyata keçirilir və ötən dövrlərdə biz görmüşük ki, xüsusilə də bir sıra səviyyələrdə ştat struktur islahatları həyata keçirilir və qoşunların maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində addımlar atılıb. Və eyni zamanda Azərbaycan silahlı qüvvələrinin arsenalında olan silah-sursatın, hərbi texnikanın modernləşdirilməsi prosesi gedir. Yəni bu çox mühüm bir məsələdir, düzdür. Bir sıra Şərqi Avropa ölkələri, hansı ki NATO-nun üzvüdürlər, onlar əsasən Sovet mənşəli silah və hərbi texnikadan istifadə edirlər. Amma arzu olunandır ki, maliyyə vəsaitlərinə malik ölkələr məhz Sovet hərbi texnikasını, Sovet mənşəli hərbi texnikasını tədricən müasir standartlara uyğun silah və hərbi texnikayı yeniləşdirsinlər. Yəni NATO ölkələrinin istəsə olan silah-sursatları əldə etsinlər. Yəni bu ümumilikdə silahlı qüvvələrin modernizasiyası üçün çox mühüm bir məsələdir.
Bu kontekstdə biz qeyd etməliyik ki, Azərbaycan öz müdafiə xərclərini son illərdə xeyli artırıb. Yəni misal üçün 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan müdafiə xərclərinin ümumi həcmi 3,3 milyard dollar idi. Amma artıq bu il üçün 2012-ci il üçün bu müdafiə xərclərinin səviyyəsi 3,4 milyard dollara yaxınlaşıb və bu ümumilikdə bunun əsas 1,4 milyard dolları, 1,4 milyard manatı xüsusilə Müdafiə Nazirliyi istiqamətinə yönəldilib. Müdafiə Nazirliyi və bir sıra digər hərbi birləşmələrin fəaliyyətinə yönəldilib. Amma ümumilikdə isə 3,4 milyard dollar bütöv müdafiə xərclərinə daxildir. Bura müdafiə sənayesi aiddir, müdafiə sahəsində sərmayələr aiddir və s. və bu manatla 2,5 milyard manat təxminən edir. Və Azərbaycan bu müdafiə xərclərinin verdiyi imkanlardan istifadə edərək öz quru qoşunlarını, hərbi hava qüvvələrini və hərbi dəniz qüvvələrini gücləndirir və ötən dövrdə, yəni xüsusilə son 3 il ərzində cərəyan edən tendensiyaları nəzərə almaqla biz qeyd edə bilərik ki, misal üçün quru qoşunlarında kəşfiyyat imkanları gücləndirilir, pilotsuz uçuş aparatları, radio kəşfiyyat, radio-elektron qurğular əldə edilir, gecəyörmə vasitələri əldə olunur, müasir silah texnika, reaktiv yayılım atəş sistemləri əldə olunur, zirehli texnikalar gətirilir və modernləşdirilir, tank əleyhinə raket sistemləri ölkəyə gətirilir, alınır müasir standartlara uyğun və bunlar Azərbaycanın quru qoşunlarının daim döyüş vəziyyətdə saxlanılmasının çox vacibdir. Yəni biz onu xüsusilə qeyd etməliyik ki, istər 1-ci Qarabağ münaqişəsi dövründə, istərsə də gözlənilən 2-ci hərbi əməliyyatlar dövründə həlledici söz sahiblərindən sahib olmaq üçün məhz əsas prioritet istiqamətlərdən biri quru qoşunlarının möhkəmləndirilməsi prioritet strategiyasıdır. Və sözsüz ki, Azərbaycanın Ermənistanla üstünlüklərindən danışarkən ilk növbədə hərbi hava qüvvələrinin mövcudluğundan danışmaq lazımdır və bu istər yerli, istər beynəlxalq araşdırmalarda həmişə təsdiqini tapıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistandan üstünlüyünü məhz onun hərbi hava qüvvələrinin formalaşması və fəaliyyəti müasir vəziyyəti ilə əlaqələndirmək olar. Yəni belə bir fikirlər, ehtimallar mövcuddur və sözsüz ki, Azərbaycan bunu həmişə nəzərə alır və biz əgər son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin modernizasiyası prosesinə diqqət etirsək, görərik ki, məhz hərbi hava qüvvələrinin modernizasiyası bu prosesin əsas qabağa çıxan öncül göstərilərindən, detallarından, yəni belə deyək, biri kimi götürülməlidir. Və ötən 3 il ərzində Azərbaycan hərbi hava qüvvələrinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb və xüsusilə də bu istiqamətdə Azərbaycan NATO ilə əlaqələrinin səviyyəsi qənaət edicidir, qənaət bəxşdir. Yəni bu dövrdə deməli NATO tərəfindən və eyni zamanda ABŞ Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığı tərəfindən Azərbaycanın istər hərbi dəniz qüvvələrinə, istərsə də deməli Azərbaycan hərbi hava qüvvələrinin modernləşdirilməsinə çox saylı dəstəklər mövcud olub. Hərbi hava qüvvələrindən danışarkən ümumilikdə bu Azərbaycan doğrudan da perspektiv müharibəyə hazırlaşır hərbi hava qüvvələri gücləndirərkən və xüsusilə də gəmilərdən danışarkən, gəmilərdə də müasir naviqasiya sisteminin quraşdırılması, rabitə radar hidroakustik vasitələr quraşdırmaqla Azərbaycan hərbi dəniz qüvvələrinin müasirləşdirilməsi hədəfini qarşıya qoyub. Onu mən qeyd edeyim ki, deməli Azərbaycan hərbi dəniz qüvvələri üçün 200 tonluq patrul kateri inşa olması barədə məlumat var. Eyni zamanda 21 gözətçi gəmisi əsaslı təmir olunub, yeni silah və texnika ilə tərciz olunub. Və ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin bugün modernləşdirilməsi, silahlı modernləşdirilməsi istiqamətində əsas əlaqə qurduğu bir sıra dövlətlər mövcuddur. Xüsusilə də Türkiyə, İsrail və Cənubi Afrika Respublikasını qeyd etmək olar.
Bu üç ölkə Azərbaycan Silahlı Qüvvələrinin silah sursatının NATO standartına uyğunlaşdırılması istiqamətində indiyə ciddi addımlar atıblar. Azərbaycan son illərdə İsraildən xeyli sayda müasir silah və hərbi texnika alıb. Eyni zamanda Azərbaycan Türkiyədən də xeyli sayda silah sursat və müasir hərbi texnikalar alıb. Xüsusilə raşetlər, müxtəlif uçuş məsafələrinə malik raşetləri misal çəkmək olar. Amma təəssüf ki, Azərbaycanın əsas silah partnyorları, silah ticarət tərəfdaşları arasında yenə də postsovet məkanı ölçüləri qalmaqdadır və bu da sözsüz ki, Azərbaycanın silahlı qüvvələrin maaş olduğu silah sursatının əsas etibarı ilə köhnə sovet standartlarına uyğun olunması ilə əlaqədar. Azərbaycan Rusiya ilə, Ukrayna ilə, Belarusla hələ də hərbi əməkdaşlıq, hərbi ticarət əməkdaşlığı, hərbi silah sursat əməkdaşlığı davam etdirir. Amma son 3-4 il ərzində artıq müşahidə etmək olar ki, Azərbaycan daha çox balans yaratmağa başlayıb və daha çox qərblə silah sursat əməkdaşlığını qurmağa başlayıb və Azərbaycanın müdafiə sənayesinin inkişafına cəlb olunmuş xarici şirkətlər içərisində xüsusilə də Türkiyənin bir sıra şirkətlərini çəkmək olar. Eyni zamanda İsrailin də xeyli sayda şirkətləri Azərbaycan müdafiə sənayesində iştirak edir, qoşulub və maraqlı olsa belə, yəni qeyd etmək lazım ki, Amerika Birləşmiş Ştatlarının bir sıra şirkətləri də eyni zamanda Azərbaycanın müdafiə sənayesi istehsalına qoşulub. Cənubi Afrika Respublikası mən qeyd etdim, Çexiya, Fransa, Polşa, Belarus, Pakistan, Yordaniya və sair ölkələr bu və digər səviyyədə Azərbaycanın müdafiə sənayesinin istehsal prosesinə qoşulublar. Azərbaycan bir sıra perspektiv planları mövcuddur və planlar içərisində istər Türkiyə ilə, istər İsrail ilə, istərsə də Ukrayna, Rusiya və sair ölkələrlə həm istər yeni hərbi texnikaların alınması və modernizasiyası və eyni zamanda yeni silah sursat istehsalına bağlı birgə proyektlərə cəlb olunma perspektivləri mövcuddur və ümid etmək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin silah sursat və hərbi texnika təchizatı istiqamətində üstünlük daha çox NATO standartlarının xeyrinə dəyişir. 3-5 il bundan əvvəl belə demək mümkün deyildi. O vaxt daha çox təəssüf hissiləyərdim. Demək olurdu ki, Azərbaycan NATO standartı keçməsinə baxmayaraq yenə də postsovet məkandan daha çox silah sursat alır. Bu proses yenə də görünür. Amma ümumilikdə tendensiya, qeyd etmək lazımdır ki, misal üçün NATO'nun 6 ölkəsi artıq cəlb olunub Azərbaycan silah və hərbi texnika əldə etməsinə, istehsalına və s. Ümid etmək olar ki, bu tədricən dəyişiləcək. Doğrudan da köhnə standartlara uyğun silah sursat almaqdansa və sonra onları modernizasiyasına xeyli sayda pul sərf etmək və s. sərf etməkdənsə müasir NATO standartlara uyğun silah sursatın əldə olunması və onun silahlı qüvvələrin arsenalına verilməsi daha çox effektivdir və gözlənilən döyüş əməliyyatlarında Azərbaycanın uğurlarını daha çox əldə edə, daha çox gətirə biləcəyinə inandırıcı inam yaradır.